Mövzumuz müasir təhsil sisteminin, yəni kurikulumun səciyyəvi xüsusiyyətləridir. İlk öncə qeyd edək ki, hər bir dövlətin özünə məxsus təhsil sistemi var. İstəyir ənənəvi dövrdə olsun, istəyir müasir dövrdə olsun, hər bir dövlətin, hər bir ərazinin özünə məxsus təhsil sistemi var. Bəzən bu sistemlərin adı eyni ola bilər. Məsələn, hansısa bir ölkədə də kurikulum tətbiq olunur, bizim ölkədə də tətbiq olunur. O demək deyil ki, bizim ölkənin səciyyəvi xüsusiyyətləri ilə həmin ölkənin səciyyəvi xüsusiyyətləri eynidir. Yanaşmaları uyğunlaşdırıblar, amma səciyyəvi xüsusiyyətlərin hər biri demək olar ki, hər bir dövlətdə başqa cür prioritetləşib. Sizə bir cədvəl təqdim eləmişəm. Bu cədvəldə sol tərəfdə köhnə, yəni ənənəvi sistemin prinsipləri, Sovet dövrünün prinsipləri var. Sağ tərəfdə isə yeni dövrün, müasir sistemin prinsipləri var. Sovet dövründə bilik yönümlülüyü idi, müasir dövrdə çevrilib olub şəxsiyyət yönümlülük. Yəni, Sovet dövründə əti sənin, sümüyü mənim prinsipi idi. Yəni, şagirdi təhqir edə bilərdin, şagirdi qorxuda bilərdin, yetər ki, bilik öyrətməliydin. Amma müasir dövrdə isə elə deyil. Bizim üçün şəxsiyyət daha çox önəmlidir. İndi biz bir qədər sonra şəxsiyyət yönümlülüyə ayrıca yanaşacaq. Sovet dövründə, ənənəvi sistemdə müəllim yönümlülüyü idi. Müasir dövrdə çevrilib olub şagird yönümlülük. Yəni, köhnə dövrdə, ənənəvi sistemdə müəllim fikirləşirdi və dərsi öz marağına görə qururdu. Bəzən fikirləşirdi ki, mən bu istiqamətdə nümunələr daha çox mənə uyğundur, mən hələ bu nümunələrdən istifadə edeyim. Amma müasir dövrdə isə məlum olur ki, biz nümunəni öz istəyimizə görə deyil, şagirdin marağına görə seçməliyik. Məsələn, icmal quranda şagirdin marağına xidmət eləməliyik. 6A sinifində, 6B sinifində hər ikisində dərs keçiriksə, məsəl üçün, ola bilsin 6 aya başqa nümunələrlə daxil olaq, 6B-yə başqa nümunələrlə daxil olaq. Niyə? Hər sinifdə maraqlar fərqli ola bilər. Biz əgər şagirdlərə görə sistem düşünürüksə, planlaşdırma strategiya qururuqsa, biz buna deyirik şagird yönümlülük. Sovet dövründə, yəni ənənəvi sistemdə fən yönümlülük var idi, indi isə nəticə yönümlülükdür. Fən yönümlü nədir? Məsələn, mən deyirəm ki, məsəl üçün sabah natural ədədlərin üzərində toplama əməliyyatını keçəcəyəm. Əgər mən toplama əməliyyatı keçəcəyəm deyirəmsə, demək ki, mən dərsin əvvəlindən danışıram. Buna deyilir fən yönümlülük. Yox, əgər mən deyirəmsə ki, mənim sabahki dərsimdə şagirdlər natural ədədlər üzərində əməliyyatlar aparacaq, toplamağı bacaracaq, demək mən dərsin sonunu danışıram, dərsin sonunu düşünürəm. Dərsin sonunu düşünmək nəticə yönümlü yanaşmadır. Müasir dövr nəticə yönümlülüyü tələb edir. Dərsin əvvəli yox, dərsin sonu maraqlıdır. Keçmiş dövrdə təklif yönümlülük var idi. Müasir dövrdə tələb yönümlülükdür. Təklif yönümlü necə olurdu? Yəni, müəllim dərs keçirdi, müəllimin dərsində irad nəyə bildirə bilərdi? Vaxtı sərgəli bölüşdürmürsə irad gələ bilərdi. Müəllim, məsəl üçün, keçmiş dövrdə frontal sorğu üsulu vardı. Frontal sorğunu keçirmirdisə, buna görə, deyək ki, komissiya tərəfindən ona irad bildirilə bilərdi. Amma keçmiş dövrdə heç vaxtı müəllimin fikrinə irad bildirilməyib. Müəllimin dediyi faktlara, sübutlara, nümunələrə irad bildirilməyib. Müəllim hansı nümunəni istəyib, hansı formada istəyib təqdim edib. Belə yanaşmaya deyilir təklif yönümlülük. Müasir dövrdə isə müəllim istədiyi fikri sinifdə deyə bilməz. Müəllim dövlətin tələb etdiyi formada, cəmiyyətə lazım olan formada, fərdin ehtiyacını qarşıladığı formada həyata keçirməlidir prosesi. Dövlət müəyyənləşdirir ki, müəllim dərsi bu qaydada keçməlidir. Dövlətin tələbidir. Müəllim artıq öz istədiyi formatı öz könül xoşluğu ilə qəbul edib keçə bilməz. İnformasiyalar belə seçici olmalıdır. Çünki informasiyada məsəl üçün pedaqoji prosesin tamlığı qorunmalıdır. Verilən informasiya həm öyrədici olmalıdır, həm inkişaf etdirici, həm təbii edici. Bu nədir? Dövlət tələbidir. Aydındırmı? Demək, dövlət tələbinə uyğun olaraq biz hazırda fəaliyyət göstəririk. O tələblərə cavab verməyə çalışırıq. Bu nədir? Tələb yönümlülük. Ənənəvi sistemdə inteqrasiya yarımçıq idi və sistemsiz idi.
Məsələn, məsəl üçün bir nümunə göstərim. Fizikada temperatur dərsi məsəl üçün bu il keçilirdi. Coğrafiyada temperatur dərsi deyək ki, məsəl üçün bir il sonra keçilirdi. Amma onlar arasında əlaqə qurulmurdu. Uşaq şagird fikirləşirdi ki, bu temperatur görəsən coğrafiyada fərqlidir də, fizikada keçdiyi temperatur daha bunun yadından çıxırdı. Niyə? İnteqrasiya yox idi. İstər üfüqi inteqrasiya zəif idi, istər şaquli inteqrasiya zəif idi. Ancaq müasir dövrdə isə sanki ayrı-ayrı fənlər eyni ərəfədə, eyni mövzuya istiqamət götürür. Məsələn, Novruz bayramı ərəfəsində coğrafiya müəllimi proqramına baxır, görür ki, təxminən yaz, gecə, gündüz bərabərlik günü haqqında mövzu var. Deyək ki, ədəbiyyat müəllimi öz proqramına uyğun dərs keçir, görürsən kosa-kosa oyunu haqqında nümunələr göstərir. Görürsən ki, riyaziyyat müəllimi bir məsələ verib, məsəl üçün, Novruz xoncasında deyək ki, hansısa bir şirniyyatın faizi ilə bağlıdır. Görürsünüz, o tərəfdə ingilis dil müəllimi dərs keçir, Novruz holiday mövzusunu. Demək, söhbət nədən gedir? Bu müəllimlər birlikdə bunu keçməsə də, bir-biri ilə əlaqəsi olmasa da, proqram elə qurulub ki, onlar sanki birlikdədir. Eyni bir həyati əhəmiyyətli mövzuya həsr olunub. Buna deyilir inteqrativlik. Kurikulumun bir nömrəli proqram, yəni hədəfi inteqrativlikdir. Ənənəvi sistemdə qiymətləndirmə normaları var idi, indi isə qiymətlənmə standartları var. Qiymətlənmə normaları nədir? Məsələn, ola bilsin ki, hər müəllim özü üçün norma fikirləşirdi. Məsələn, siz ata-babalardan soruşsaz, sizə deyərlər ki, məsəl üçün, mən filan müəllimdən 5 aldım, ondan heç kim 5 almamışdır. Çünki o müəllim öz norması olub. Ola bilsin ki, olimpiyada tipli, olimpiyada qabiliyyətli şagirdlər onun hədəfində olub, o qabiliyyətli uşağı görəndə yüksək qiymət verib. Amma elə müəllim də olub ki, onun üçün heç nədə danışmasan, rahat sənə yüksək qiymət verib. Demək ki, bu nədir? Normalardır. Hər müəllimin özü üçün normalar olub. Amma müasir dövrdə bu normalar keçərli deyil. Müasir dövr qiymətləndirmə standartları dövrüdür. Qiymətləndirmə standartı nədir? Təhsil alanların nailiyyət səviyyəsinə qoyulan dövlət tələbinə qiymətləndirmə standartı deyilir. Yəni, sən kiçik summativ qiymətləndirmələri keçirdin, onun da qaydası var da, biz onu ayrıca keçəcəyik gələcəkdə. Məsələn, kiçik summativ qiymətləndirmə keçirdin, onun cavablarını jurnala köçürtdün. Deyək ki, hər KSG-nin cavabı jurnala köçürüldü, BSG-nin cavabı jurnala köçürüldü. Artıq yarım ilin qiyməti çıxarılanda sən özündən qiymət qoya bilməzsən. O KSG-yə verdiyin qiymət burada istifadə olunmalıdır. Sən istəsən də düzəliş edə bilməzsən, çünki bu qaydalarda düzəliş etmək yoxdur. Jurnala qaraltı düşə bilməz və s. və ilaxır. Niyə? Çünki burada standart var, dövlət standartı var. Sənin normaların burada ola bilməz. Bugün səni belə tanıya bilməzlər. Filan müəllimdən 5 almaq halaldır və filan müəllimdən 2 almaq zəifliyidir. Çünki bu dəqiqə müəllimlərin imic məsələsi deyil. Çünki norma dövrü deyil. Yaxşı müəllim, peşəkar müəllim dövlət tələbinə uyğun dərs keçən müəllimdir. Biz bunu bu cür yadda saxlamalıyıq. Bizə testlərdə əsasən lazım olacaq müasir dövrün prinsipləri, şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, tələb yönümlülük, inteqrativlik və ya tam inteqrasiya, bir də qiymətləndirmə standartları. İndi biz bu prinsiplərə bir qədər də ətraflı baxaq. Şəxsiyyət yönümlülükdə söhbət nədən gedir? Şəxsiyyət yönümlülükdə əsas mahiyyət ondan ibarətdir ki, biz şagirdlərin idraki fəaliyyətini gücləndirməliyik, emosional fəaliyyətini inkişaf etdirməliyik, psixomotor fəaliyyətini, qabiliyyətlərini artırmalıyıq ki, şagird özü dəyər verə bilsin. Orada ki, dəyər söhbəti varsa, söhbət şəxsiyyət yönümlülükdən gedir. Vətənpərvərlikdən danışılırsa budur, müqəddəslikdən danışılırsa budur, hörmətdən, xeyirxahlıqdan danışılırsa budur. Bunların hamısı şəxsiyyət yönümlülüyə aiddir. Şagird yönümlülüyü biz bayaq qeyd elədik. Təlim fəaliyyətləri şagirdin mənafeyinə, maraq və tələbatlarının ödənilməsinə, onların potensial imkanlarının inkişafına xidmət etməsidir. Bu geniş hissədir. Yəni, biz zaten şagird üçün faydalı bir yol göstəririksə və yaxud keçdiyimiz dərsin şagird üçün faydalı olmasını yəqin ediriksə, bu elə özü də şagird yönümlülük sayılır. Biz keçdiyimiz, öyrətdiyimiz bacarıqların
deyək ki, şagirdin marağına, mənafeyinə xidmət etdiyini düşünürüksə, demək bu da şagird yönümlülüyün özüdür. Biz icmal hazırlayanda şagirdlərə görə, siniflərə görə dəyişiriksə, icmal strategiyamızı, demək söhbət nədən gedir? Şagird yönümlülükdən gedir. Nəticə yönümlülükdə zaten biz bayaq qeyd elədik, söhbət dərsin nəticəsindən gedir. Nəticə yönümlülüyün tərifində həmişə nəticə sözü olacaq. Nəticə dərsin sonundan söhbət gedir. Biz dərsin sonunu gözümüzün qabağına gətirməliyik və ona uyğun olaraq da planlaşdırma aparmalıyıq. Biz bununla bağlı gələcəkdə də ətraflı mövzularımız olacaqdır. Tələb yönümlülük fərdin, cəmiyyətin, dövlətin dəyişən ehtiyac və tələbatlarının nəzərə alınmasıdır. Yəni, təhsil verənlər istənilən situasiyada diqqət eləməlidir ki, o dövlətin təmsilçisidir. Dövlətin qoyduğu tələblər yerinə yetirilməlidir. Məsələn, dərsə vaxtında gəlməliyik. Çünki bizim vəzifəmizdir. Bizim vəzifəmiz olan hər bir şey tələb yönümlülüyə aiddir. Şagirdlərimizi dövlətin tələb etdiyi səviyyədə məzmun standartlarına çatdırmalıyıq, o məqsədlərə çatdırmalıyıq. Niyə? Çünki bizim vəzifəmizdir, həm də tələb yönümlülükdir deyə vəzifəmizdir. Tələb yönümlülük sanki dövlətin qanunlarına uyğun, tələblərinə uyğun dərsləri keçmək, üzərimizə düşən işləri görməkdir. İnteqrativlik biz bayaq qeyd elədik. Burada bir daha var. İnteqrativlik komponentlərin bir-biri ilə əlaqələnməsidir. Biz inteqrasiya ilə bağlı gələcəkdə də mövzularımız olacaq. Yəni, bugün belə bir detal var. Əgər sizə desələr ki, kurikulum proqramında bir səciyyəvi xüsusiyyəti saxlamalı olsanız, bu hansı xüsusiyyət olaraqdır? Yəni, ən güclü xüsusiyyət hansıdır? Cavab inteqrativliyidir. Çünki müasir dövrdə inteqrasiya son dərəcə vacib bir nüansdır. Söhbət təkcə fənlər arasından getmir. Söhbət təkcə fən daxilindən getmir. Müasir dövr, kurikulum, ictimai sənəd adlanır, həyatın özü adlanırsa, demək, fən üstü inteqrasiya da bizim üçün əsasdır. Bizim bütün dərslərimiz həyatla inteqrasiya şəraitində tətbiq olunmalıdır. Uşağa öyrətdiyimiz həyatda öz əksini tapmalıdır. Bizim öyrətdiyimiz bilik uşağın həyatında yer tapmırsa, bu bacarığın öyrənilməsi sadəcə əziyyətdir. Biz şagirdə əzab vermiş olduq. Həyatda tətbiqi olan şeyləri biz öyrətməliyik. O həm də daha çox yadda qalan olur, daha çox real olur. Oxuyan uşaqda zəif nəticəsi olan şagird də buna diqqət edir. Çünki həyatda gördüyü nümunədir axı. Ona görə də inteqrativlik bir nömrəli məsələdir. İnteqrativlik açar sözləri var. Məsələn, xüsusilə inteqrasiya olmuş kurikulum haqqında biz əvvəlki dərslərdə məlumat vermişik. Ona aid olan, deyək ki, asanlaşmadır, təlimin asanlaşdırılması. Ona aid olan, deyək ki, əlaqələnmədir. Ona aid olan ayrı-ayrı fənlərin bir məqsəd ətrafında cəmləşməsidir. Bunlar hamısı inteqrativliyin daxilində yer alır və inteqrativliyi əmələ gətirir. Son tələbimiz qiymətlənmə standartı haqqındadır. Biz bayaq bunu qeyd elədik. Təhsil alanların nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Yəni, müasir dövrdə müəllim özündən qiymətləri, ölçüləri, normaları müəyyənləşdirə bilməz. Adi summativdə, məsəl üçün də 4 dənə səviyyənin olmasını kim bizə deyir? Qanun bizə deyir. Sonra hər səviyyəyə neçə bal verilməli olduğunu da qanun bizə deyir. Onu biz öz başına deyə bilmərik. Kiçik summativləri keçirtdik. Onu jurnala yazılma qaydasını da qanun bizə deyir. Yəni, bugün artıq qiymətləndirmənin hər bir addımı dövlət qanunu ilə tənzimlənir. Bunun üçün standart var. Kurikulumda standart sözü bərabərdir dövlət tələbi. Harada standart sözü görsəniz, dövlət tələbi olmasını xatırlayın. Qiymətləndirmə standartının tərifi belədir ki, şagirdlərin, yəni təhsil alanların nailiyyət səviyyəsinə qoyulmuş dövlət tələbidir. Deməli, dəyərli izləyicilər, biz bugün sizə kurikulumun səciyyəvi xüsusiyyətlərini təqdim elədik. Bunu biz testdə düşən hissəsi əsasən sağdakı hissədir. Amma müsahibəyə də giririksə, təbii ki, müsahibə də bizim üçün vacibdir. Biz soldakı hissəyə də diqqət eləməliyik. Çünki biz hansı təhsil sistemindən, hansı sistemə necə dəyişdiyimizi, necə təkmilləşdiyimizi biz bunu da dərk edə bilərik ki, məsələn, ənənəvi sistemdə nələr müasir dövrdə nəyə çevrilib?
Bunu hamımız bilməliyik. Amma imtahanın özünə isə düşən suallar əsasən sağdakı hissəyə aid olacaq. Bu dərsimizdə bu qədər.